22-28 iyun həftəlik bürc proqnozu. Qoç, bu həftə enerjiniz yüksək olacaq. Yeni layihələrə başlamaq və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli zamandır. Sevgi həyatınızda xoş sürprizlər yaşana bilər. Maliyyə məsələlərində isə tələskən qərarlardan uzaq durun. Buğa, səbirli olsanız, həftənin sonunda gözlədiyiniz nəticələri əldə edə bilərsiniz. İş həyatında məsuliyyətlər artsa da, zəhmətiniz qarşılıqsız qalmayacaq. Ailə münasibətlərində anlayışlı olmaq vacibdir. Əkizlər, ünsiyyət bacarıqlarınız sayəsində bir çox qapılar üzünüzə açılacaq. Yeni tanışlıqlar və maraqlı söhbətlər gündəmdə ola bilər. Maliyyə baxımından diqqətli olmaq tövsiyə olunur. Xərçəng, bu həftə emosiyalarınız güclənəcək. Daxili səsinizə qulaq asmaq sizə doğru yolu göstərə bilər. Sevgi həyatında müsbət dəyişikliklər mümkündür. Sağlamlığınıza və istirahətinizə daha çox vaxt ayırın. Şir, diqqət mərkəzində olacağınız bir həftə sizi gözləyir. İş həyatında liderlik qabiliyyətiniz ön plana çıxacaq. Yeni imkanlar və təkliflər ala bilərsiniz. Özünüzə imanınız uğur gətirəcək. Qız, detallara diqqət yetirməyiniz sizə üstünlük qazandıracaq. Həftə ərzində planlı hərəkət etmək vacibdir. Maliyyə sahəsində müsbət inkişaflar mümkündür. Sağlamlıqla bağlı kiçik xəbərdarlıqlara fikir verin. Tərəzi, tarazlığı qorumaq bu həftənin əsas mövzusu olacaq. Münasibətlərdə səmimi söhbətlər vacib rol oynayacaq. Yeni qərarlar vermədən əvvəl hər şeyi diqqətlə dəyərləndirib. Əqrəb, güclü intuisiya sizə kömək edəcək. İş həyatında gözlənilməz inkişaflar yaşana bilər. Maliyyə ilə bağlı yeni fürsətlər yarana bilər. Sevgi həyatında isə hisslərinizi açıq ifadə etmək faydalı olacaq. Oxatan, macəra və yenilik həvəsi artacaq. Yeni planlar qurmaq və gələcəklə bağlı addımlar atmaq üçün əlverişli həftədir. Səyahət və maraqlı görüşlər gündəmdə ola bilər. Oğlaq, əzmkarlığınızın bəhrəsini görəcəyiniz günlər yaxınlaşır. İş həyatında vacib məsuliyyətlər sizi gözləyir. Maliyyə sahəsində sabitlik qorunacaq. Şəxsi həyatınızda isə səbirli olmaq lazımdır. Dolca, yaradıcılıq və fərqli düşüncə tərziniz diqqət çəkəcək. Yeni layihələr və ideyalar uğur gətirə bilər. Dostlarla münasibətlərdə xoş anlar yaşanacaq. Balıqlar, bu həftə hisslərinizə güvənmək vacib olacaq. Sevgi və ailə münasibətlərində müsbət enerji hakimdir. Qarşınıza çıxan fürsətləri düzgün qiymətləndirməyə çalışın. Ulduzlar göstərir ki, 22-28 iyun həftəsi bir çox bürc üçün yenilənmə və inkişaf dövrü olacaq. Fürsətləri qaçırmayın. Pozitiv enerjinizi qoruyun. Həftəlik və gündəlik bürc proqnozlarını qaçırmamaq üçün kanala abunə olun, videonu bəyənin və bildirişləri aktivləşdirin.